Salam, hər vaxtınız xeyir. İcazənizlə sizə bir tikinti tarixçəsini danışmaq istəyirik. Bu gördüyünüz avadanlıq yerqazan avadanlıqdır. Svay vurmaq üçün ən çox istifadə olunan avadanlıq və qazılmış deyək ki, oyuqlara salınan dəmir setkalar. Yer qazılır. Gördüyünüz kimi həmin turba yerdə qoyulub. Qazıldıqdan sonra həmin toxunmuş setkalar həmin turbaların daxilinə əlavə edilir. Əlavə edildikdən sonra pompa vasitəsilə içərisinə beton tökülür. Beton töküldüyü zaman bu cür su xaric olur. Bu su qurunt sularıdır. Qurunt suları bitənə qədər beton orada əlavə olunur. Qurunt suları bitdikdən sonra artıq oradan təmiz beton çıxmağa başlayacaq və həmən məhlul çıxdıqda artıq bəlli olacaq ki, lazım olan dərinliyə qədər beton məhlulu daxil edilmişdir. Bu tikintinin birinci mərhələsi idi. İstədik sizi tanış eləyək. Növbəti mərhələlərdə görüşərik. Diqqətiniz üçün minnətdarıq.